Fake profildə. Hamısı bax fake profildə onu belə başqa müğənninin adını yazanlar. Hürmədilər, daha yoxdur, gördünüz, yoxdur daha ürəklərim mənim. Mən ay bədbaxtlar, pulumu qazanıb evə verirəm, ev alıram. Düşmən tərəf pulun qazanır, fake profillər açdırır. Ay aman. Birində də adam şəkili yoxdur, birində də baxın da özünüz baxın. Şəkili yoxdur. Birində də baxın da özünüz baxın. Userdə nədir? Ancaq elə yazılır. Hərənin öz işi var da canlarım mənim. Öpürəm sizi. Var olun. Siz də ürəksiz yazıblar, sən ürəksən. Çox sağ olun. Totu Fətəliyev qapınızda gəlib qəşəng Yasin oxuyacağım. İnşallah, inşallah. Çox qəşəng oxuyuram. Avazla özü də təzəlik öyrənmişəm. Elə gözəl oxuyuram onu vallahi. Hə dostlar, toy sezonu yenə başladı mənim üçün. Yenə gözəl bir Gürcüstan toyunda səhifəmi izləyin. Düz doğanların toyunda. Vic doğanlar da vic doğanların toyunda. Vallahi. Siz də bir dənəsiz vallahi. Öpürəm sizi. Çox sağ olun. Görürsünüz daha tənəkləri yoxdur. Qadarka atmayın, çox sağ olun. Qoşa bilmərəm sizi. Bilmirəm axı kimsiz. Öpürəm sizi. Mən də sizi salamlayıram. Qazaxstana da salamlar. Nə bürcüyəm? Oğlaq. Bir 15 dəqiqədə vaxtım var. 15 dəqiqəyə də tənəklərindən nə gəlsə, yenə zibil yeşiyinə. Tülkü həccə gedir. O nə deməkdir? Eyni bürcü, var olun. Biz inatkarıq da, inatkar. Çox sağ olun. Mən də sizi çox sevirəm. Qızsın, Azərbaycan xalqı sənin arxanda can. Öpürəm sizi, var olun. Vay canlarım. Hə. Mənim görürsüz, bax, canlını açdım. Bugün sırf buna vaxt sərf elədim ki, sırf tənəklərini blok eləyəcəm. Daha yoxdur. Valla. Tülkü, gözlərim yəqin tülkü gözünə oxşuyur. Tülkü deyəndə, yəni nə məna ilə yazırsınız onu? Yəni ağıllı məna. Tülkü hiləgərdir. Şəmkirə də salamlar. Toylar, hə. Burada da biz doğanlar var. Görmürəm ay canım. Görmürəm. Zaten olmalıdır. Çünki efirlərimiz bərbad gündə, yerdən qalxan qızları əxlaqsız müğənnilərin həyatı ilə tamahlandırırlar, yoldan çıxardırlar. Sovetin vaxtında onları efirə buraxmırdılar. Hətta həbs edirdilər vicdanları. İndi onların həyatı ilə yerdən qalxan qızları şirinlikdirirlər. Qız da deyirlər, neyinləm deyib dərs oxuyur. Gedib bir evli kişidə mən tapacağım. Bağışlayın məni. Bir iki bicdə mən doğacağım. Altımda maşın, ev, rahat həyat da yaşayacağım. Vallahi. Baxın da şou proqramlar əxlaqsızlığı təbliğ edir, şou verilişlər. Ay Turan, sən elə bacın elə olar, düz deyirsən. Sənin bacın düzdür. Elə sifətinə baxanda gördüm, şampununu gədəsən əvvəla kişi qadına negativ nəsə yazmaz. Amirova, nəyi var ki, nə istəyəm? İstədiyim adamın gözəl gərək nümunəvi ailəsi olsun. Nəyi var? Gözəl ali təhsil olsun ki, nəsə istəyə biləsən də, deyəsən ki, mənə də öyrət. Ya da qəşəng sənəti olsun. İndi nə istəyə bilərəm ki? Can, mən bu Rusiya Moskvanı bayaqdan blok eləmişəm. Dişlərini də belə tutub, Canlarım mənim. Mən ancaq o düşmənləri toylarımla partladıb yandırıram. Onlara göz dağı verirəm. Çox sağ olun. Zaten hara gedirəm son vaxtlar ancaq mənimlə şəkil çəkdirənlər hamı deyir ki, biz səninləyik, sən düz deyirsən. Ona görə də bu orada var fake profildən şir nə bilim nə
Bu profiller tənə itləridir. Vicdoğanın itləridir, tör töküntüləridir, alaq otlarıdır. Atıram burada zibil yeşiyinə çıxır gedir və salam. Əl mənim, telefon mənim. Və salam. Burada nə var ki? Tamam, öpürəm. Səhər. Mən toy aparanlar düz doğanlardır, vicdoğanlar deyil. Valla. Hamısı da belə necə deyim, öz zəhmətlərinlə gözəl nümunəvi örnək ailələrdir. Baxın da, səhifəmə baxın da, geyimlərinə baxın da, duruşlarına, oturuşlarına baxın da. Valla. Canlıdan çıxanda, mən canlıya girəndə nə qədər idi adam? 212.500 idim. İndi baxın görün nə qədər adam gələcək. 213.000-dən o yana keçəcəm, baxarsınız. Oh, yuxunda görərsən Cristiano Ronaldo. Allah. Canlı yayım olmasa bir yaxşı söz deyərdim. O, Fizi salamlayıram. Fizi, onun səhifəsində də follow olun dostlar. Çox sağ olun, öpürəm sizi. Gözəlsizsiz, gözünüzün gözəlliyidir. Burada Cristiano Ronaldo var, Beckham var. Beckham. Messi. Mən yazıqərdən bir işıqlı effekt qoyuram. O biri müğənnilər mənim həyatda olan vaxtımı aparıb həkimə verirlər ki, mənə afətə oxşar. Ömür boyu həyatlarında da effektlidir. Onlara deyən yoxdur. Mən elə onu yazan. Sənin yanına narahat edir, sən narahat olma. Mənim izləyicilərim xoşduyur. Sən qətiyyən narahat olma. Valla. Ada bax. Ay 2001. Ha, uşaq-muşaqdır da. Cücük. Naxçıvana inşallah. O vaxt bir dəfə gəlmişdim. Aycan, sevməyə bilərsən, Arzu xanım. Nə sülənirsən səhifəmdə? Atıram səni bloka. Get səhifəmdən, izləmə məni. Mən səni izləyirəm, Aycan. Qoy məni sevənlər izləsin. Valla bezsəydim, məni izləməzdim. Atardım bloka, qarşına da çıxmarım. Mən bir-iki şeylər var, geylər var. Onları blok atmışam ki, niyə blok atmışam? Birdən gecə vaxtı tək qabağıma çıxır. Allah haqqı qorxuram, ətim ürpənir belə ona görə. Makiyajım mən peşəkar vizajistəm. Qəşəng makiyajlar eləyirəm. Can, Yegi, öpürəm səni. Ay Yegi, mənim həyatda olan formamı o biri müğənnilər, hələ məndən də neçə yaş balacalar, həkimə aparırlar ki, mənə afətə oxşadı. Özlərini kəsib doğradılar. Pulları da gedir, əməliyyatlarda canları da gedir. Tozma da çatanmırlar. Onlara demirlər ki, özünüzü qeyib niyə afətə oxşadırsınız. Mən yazıq. Görün Allaha şikayət edin ki, afət niyə belə gözəldir? Can, çox sağ olun. Çox sağ olun İlqar bəy, mən də sizi salamlayıram. Bax, kişi belə olar. Salam, Allah salam. Salamını verir. Yoxsa bayaq İlqar bəy biri var idi, elə sizi yaşda. Orada belə bambılı düşük yazı yazırdı. Atdım düz dizi bir yeşiyinə. Bu da 100 yer. Bax, yenə də 100 yer. Ay Allah. Dədəniz sizə 100 yer qoyub adı. Dədənizin qoyduğu addan utanırsınız. Əlimdəki koftadır, nə olsun ben? Əynimə nə geyinməliyəm ki, başa düşün. Elə qəribə suallar verir. Rahim bəy, salam. Siz o falçı rəhimsiz, Astaralı. Ay Allah. Astarada bir falçı rəhim var idi, cəmaatı anladırdı. O söz. Falçı rəhim vardı, mənə yalandan demişdi ki, universitetə girəməyəsən. Getdim, qəbul oldum. Təşəkkürünüz olsun.
Bax elə yazın deyim, hə, elə bildim. Don. Hə, bu kostyumdur, şalvar koftadır, amma mən bu gün bunun koftasından da